Hə dostlar, Laçının bir kəndindən hər kəs salmayacam. Hər vaxtınız xeyir olsun deyirəm. Bu çəkəsi olduğum ev Cəfər kişinindir, rəhmətli. Allah rəhmət eləsin. Özü də həyat yoldaşı. Hər ikisi rəhmətə gedib. Bir qız övladı rəhmətə gedib. Allah hamısına rəhmət eləsin. Yerdə qalanlara can sağlığı. Mən bu videonu Nurəddin müəllim üçün çəkirəm. Rəhmətli Cəfər kişinin oğlu Nurəddin müəllim. Bax Nurəddin müəllim, sizin evin demək ön görüşünü çəkirəm. Bu evin qapı pəncərəsi bax belə tam indi düşmür telefonda. Ona görə ki, bütün hər tərəfi belə meşə ağaçları bağlayıb, ev görünməz vəziyyətdədir. Yuxarıdan pəncərələrin başı bax belə tağ şəkildə çox dəqiq işlənilib. O qiymətli dediyim dağ daşla, qara daşla işlənilib. Tam belə əla vəziyyətdə olub, yaxşı düzəlir. Buradan da aşağıdan göstərəcəm. Belə birinci mərtəbənin bu aşağı tərəfdən ev 2 mərtəbə olubdur. Bax belə qapı pəncərəsi görsənir. Deməli ön tərəfdən, aşağı tərəfdən heç görsənmir. Ona görə də aşağı tərəfə düşmürəm. İndi çıxıram evin qabağından, biraz da evin qabaq tərəfini sizə aydınlıq gətirim. Evin qabağından bax belə ev tamam dağılıb. Görünür ki, bu evdə nömrədə qoymuşlar. Ona görə də bu evdə yaşayış olmuyor. Ermənilər bura gələn vaxtı bu evi tamamilə yandırıblar. Oradan mən yanığı nişanası var. Bax o küncdən görünür ki, ağac materialı yanıb, qara hissədə görükür. Ev tamamilə yandırılıb, dağılıbdır, yanıq vəziyyətdə olubdur. Bütün evin hər yeri dağılmış vəziyyətdədir. İndi mən evin bax iç hissəsindən, pəncərənin başı bax belə içəridəndir çəkirəm. Bu da bir dənə yenə pəncərənin başı bax belə görsəniz. Bu bir yüzdən qapı yerisidir bu. Evin arxa otağı tam təmiz olub, yandığına tamamilə dağılıbdır. Arxadan yenə də mən indi bayır tərəfdən çəkəcəm, ancaq belə iç yüzdən görsənən 2 dənə pəncərədir. Sonra bu bir yüzdən yenə də evin bax qapı başı belə tağ şəkildə olubdur. Tam ustalıqla, çox gözəl şəkildə bax bu evdə düzənli olub. İndi mən yuxarıdan belə bu evin iç hissəsini göstərərəm sizə. Bax görün ki, ev tamamilə təmiz olub. Ancaq belə yandığını hər bütün material, hamısı daş, qaya, hamısı yanıb, demək olar tökülüb. İndi biraz aralıdan mən gedim. Belə vəhşi ağac hər tərəfi evi yanların bağlayıb yerimək mümkün deyil. Çox çətindir. Evin bax belə çöldən yan hissəsi bax görünür ki, çox gözəl şəkildə bax belə düzənli olub. Bütün evin tam təmiri olduğu görükür göz qabağında. Ancaq belə yandığına heç də qalmıyor. Dağılıb hər şey. Buradan evdən elə əsər əlamət qalmıyor. Ermənilərin bura gəlişi ilə həmin vaxtı 92-ci ildə bu ev həmin vaxtı yandırılıb, ola bilsin ki, tamamilə o vaxtdan bu vaxta iz itib yandığın. Ancaq yenə də görsəniz, yandığın oradan bir balaca hissəsi görüşür ki, ev yandırılıb. Qara hissə o dərəcədə görsənmir. İndi evdən bu qədər, ancaq yenə də mən bağa keçim, bağdan bir yenə də az da olsa çəkiliş edeyim. Bax evin qabağında belə bir dənə tut ağacı doğranıb, dağılıb, bax kötüyü yerindədir. Deməli bu məhəllənin rəhmətli Cəfər dayının güclü, yaxşı bağı olub. Bütün meyvələrdən olub bu bağda. Ancaq burada yenə də qalan bir dənə bu tut ağacıdır, quruyub baxımsızlıqdan. Sonra bağın əsas hissəsinə keçin. Görün bağdan nə var?
Onu da mən bir balaca aydınlıq gətirim. Bir dənə bu alma ağacıdır, quruyub, ayaq üstədir, ancaq demək olar quruyub. Sonra biraz aralıdır, getmək çox çətindir. Aralıdan görüşür, yenə quru ağaçlardır, meyvə ağaçlarının hamısı quruyub. Burada olan görüşən ancaq vəhşi ağaçlardılar, lən ağacıdır, akasiyadır, bir de orada bir balaca qoz ağacı. Qalıqda da balacadır, ona görə də yəqin kəsməyiblər. İndi mən yine de bak düşüm biraz da aşağı. Buradan bağdan heç nə göstərmir. Bütün meyve ağaçları doğranır. Doğru ancaq ki bir əvvəlki videolarında çəkdiyim belə bir neçə dənə bağda mən aydınlıq gətirmişdim. Bu bağda elə ağaçlar, elə meyve ağaçları var idi ki, indi heç nə qalmayıb, yoxdur. 1 kiloluq Antonovka alması deyirdik. Urset sortudur. Deməli, biri 1 kilo olur. Təsəvvürünüz götürün ki, bir dənə çaydan boyda bir dənə alma. O çox bir ağır çəkili alma növüdür. O bax bu bağda da yetişirdi. Mən dəqiqliklə bilirəm. Bax ağacın kötüyü burada görüşür ki, bax belə bu cür, bu meyvə ağacıdır. Doğranıb, kötü görün, nə qədər böyük olur, iri gövdəli ağac olur. İndi mən o dərəcədə belə otun içində görsənmir. Ancaq yəni bu bağda iri gövdəli ağaçlar çox olub. İndi heç nə qalmış, yoxdur. Yoxdur. Bir də yenə qayıdım biraz aşağı. Her taraf ottu. Mal heyvan da olmadığı için ot belə hündürdür. Azar adam hündüründə olsun, gelmək çətindir, çətinlik verir. Bax burada da meyvə ağacı bax belə quruyub. Sonra bu yüzdə də yenə meyvə ağacı quruyub. Bir dənə burada baxın görün bu nədir? Bir dənə ceval ağacıdır. Burada belə böyük. Bax belə biraz yaxşı vəziyyətdədir. Sonra yerimək çox çətindir həqiqətən də. Bir də bax bu alma ağacıdır. Babın da üstündə barı var. Yəni yaxşıdır. Evin qabaq hissəsindədir. Rəhmətli Allah rəhmət etsin. Cəfər dayının məhləsindən elə bir şey qalmayıb ağac. 2 dənə ağac qalıb, alma ağacı. Vəssalam. Burada ki, bu tut ağaçları bəhrar çəkmişəm, bunlar quruyub. Rəhmətli Allah rəhmət eləsin. Cəfər dayının məhləsindən də bu qədər. Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin. Allah müzəffər ordumuzu qorusun. Bu məhəllədən də bu qədər. İnşallah xəttə qalın. Videonun davamı gələcək. Bir daha video izlədiyiniz üçün hər kəsə təşəkkür edirəm. Sağ olun, var olun.